Məlum olduğu kimi, ötən gün Türkiyədə zəlzələ baş verib. İstanbulda bir saat ərzində 7 fərqli zəlzələnin baş verməsi haqlı olaraq hər kəsi düşündürür. Baku-Ways xəbər verir ki, Türkiyəli seysmoloq Ahmet Ercan bildirib ki, İstanbulda baş verən zəlzələ yaxın zamanda 7 və 7,2 bal gücündə daha böyük yeraltı təkanların xəbərçisi ola bilər. O, bu barədə RIA Novosti müsahibəsi zamanı deyib. Çərşənbə günü baş verən zəlzələ Trakya bölgəsində gözlənilən 7 və 7,2 bal gücündə zəlzələyə bir xəbərdarlıq və ya bir növ hazırlıq məşqidir. Ekspertin sözlərinə görə, gələcəkdə baş verəcək zəlzələnin epitsentri eyni ərazidə 7-13 km dərinlikdə olacaq və təkanların gücü indiki zəlzələdən 22 dəfə artıq hiss olunacaq. Bu güclü zəlzələ 2045 və 2075-ci illər arasında baş verə bilər, deyə ekspert bildirib. Baş verən İstanbul zəlzələsi Azərbaycanda da növbəti belə təhlükələrin ola bilməz sualını ortaya çıxarır. Lakin ekspertlər bildirir ki, İstanbulda baş verəcək zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz.